Şəki Bəxtiyar Vahabzadənin 100 illiyi ərəfəsində növbəti mədəni kütləvi tədbirə ev sahibliyi edib. Ədəbiyyat sevərlər nəinki Azərbaycanın, eləcə də bütün türk dünyasının ən qüdrətli söz ustadlarından biri olan Bəxtiyar Vahabzadənin yaradıcılığının işığına, xalq şairinin ata ocağına, Şəkinin tarix memarlıq qoruğu ərazisində yerləşən Yuxarıbaş məhəlləsinə toplaşıblar. Ardınca konferans keçirilib. Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan tədbirlərdə türk dilli ölkələrin Azərbaycandakı diplomatik korpuslarının, Türk Mədəni İrsi Fondunun, Mahmud Kaşğari Fondunun, Türksoyun, Azərbaycan Milli Elmlər Akademiyasının və digər təşkilatların nümayəndələri, Milli Məclisin deputatları, elm adamları, ziyalılar iştirak ediblər. İştirakçılar ilk öncə Bəxtiyar Vahabzadənin ev muzeyini ziyarət ediblər, sərgilənən eksponatlarla tanış olublar. Bəxtiyar Vahabzadə təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ən böyük şairlərindən biridir. Bəxtiyar müəllim yaradıcılığının ilk illərindən başlayaraq ömrünün sonuna qədər Azərbaycanı təbliğ edən şeirlər yazdı. Türk dünyasını təbliğ edən şeirlər yazdı. Milli şuurun formalaşmasında, inkişafında böyük işlər gördü. Və Bəxtiyar müəllimin təkcə şeirləri deyil, həm də dram əsərləri, poemaları, xüsusilə 10-60-cı illərdə dillər əzbər olan Gülüstan poeması bizim milli birliyimizin, milli şuurumuzun, düşüncəmizin, vətənimizin hər bir zərrəsinin bizim üçün əziz olmasının gənclərə çatdırılmasında böyük əhəmiyyəti oldu. Bugün biz Bəxtiyar müəllimin, Bəxtiyar Vahabzadənin arzuladığı azad, müstəqil, artıq suverenliyini tam bərpa etmiş Azərbaycandayıq. Və heç də təsadüfi deyil ki, burada millət vəkilləri, səfirlər, müxtəlif dövlətlərin nümayəndələri onu yenidən yad edir. Ona görə ki, onun fikri, amalı, düşüncəsi azad Azərbaycan idi. Onun düşüncələri Azərbaycan Türkiyə ilə birliyidir. Onun düşüncələri Türk dünyasının yüksəlişidir. Azərbaycan Milli Elmlər Akademiyasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun birgə təşkilatçılığı ilə keçirilən konferansda Bəxtiyar Vahabzadəyə həsr olunan filmin təqdimatı olub. Rəsmi hissədə çıxış edənlər Prezident İlham Əliyevin xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına uyğun olaraq Şəki şəhərində silsilə tədbirlərin keçirildiyini bildiriblər. Böyük söz ustası Bəxtiyar Vahabzadənin 100 illər boyu formalaşmış, yüksək milli mənəvi dəyərlərimizin qorunması və yaşadılması naminə gözəl əsərlər yaratdığı, çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına böyük töhfələr verdiyi vurğulanıb. Xalq şairi Bəxtiyar Vahabzadə öz dəyərli əsərləri ilə müasir Azərbaycan ədəbiyyatının inkişafında çox böyük xidmətlər göstərib. Şairin mübariz qələmi bütün dövrlərdə onun saf məslək və əqidəsinə xidmət edib. Bu kimi tədbirlər şəkildə tez-tez keçirilir, amma Bəxtiyar Vahabzadəyə həsr olunmuş və məhz Bəxtiyar Vahabzadənin həm anadan olmasının 100 illiyi ilə, həm yaradıcılığı ilə bağlı olan tədbirlər xüsusilə daha çox qonaqlar cəlb edir Şəkiyə. Bu tədbirlər ölkənin hansı köşəsində keçirilsə, orada böyük bir insan qələbəliyi yaşanır və biz xoşbəxtik ki, Bəxtiyar Vahabzadə Şəki şəhərində doğulub, Şəki şəhərində boya başa çatıb. Bununla belə Bəxtiyar Vahabzadə, onun arzusu, diləyi, bütün idealları təkcə Şəkiyə yox, təkcə öz doğulduğu şəhərə yox, bütün Azərbaycana, bütün Türk dünyasına məxsusdur. Konferans Şəki Zaqatala Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə başa çatıb. Konferans iştirakçıları türk dünyasının sevimli şairinin büstünü ziyarət ediblər, gül dəstələri düzüblər. Pərvanə Mustafayeva, İlham Ələkbərli, İbrahim Yunusov, Cavad Mustafazadə, Təbriz Zəkəriyyəbəyli, Şəki.